xoş gördük. Bizi izləyən hər kəsi salamlayırıq. Ümid edirəm yaxşısınız. Az əvvəl salamlaşmışam deyə. Özümə qəribə gəlir. Ardıcıl. Biz ardıcıl ikinci buraxılışı çəkirik, amma siz bunu yeni bir buraxılış kimi izləyirsiniz. İnşallah, inşallah. Salamlaşmışıq bayaq ki, Bəli. buraxışda məncə. Salamlaşmışıq. Əla, əsas odur ki, müəllim, yaxşı, davamlı, mütəmadi davam edirik və bəli, bəzən olur, bəzi işlərimizdən dolayı bir gün gecikdirə bilirik, amma yenə də sizinlə birlikdəyik. Qonaqlarımız da sağ olsun, bir-birindən maraqlı qonaqlarımız var. Bəli. Dəvətimizi qəbul edirlər, gəlirlər, bizimlə fikir mübadiləsi edirlər. Az əvvəlki yəni bugünkü gələn qonağımıza location göndərmədən sadəcə dəvət göndərmişəm. Özü tapıb gəlib. Heç bağlamamışam. Kimə göndərmişəm? Bilirəm, kiməsə göndərmişəm, amma Kənan bəyə dəqiq göndərməmişəm. Necəsiz Kənan bəy? Təşəkkürlər, xoş gördük. Xoş gördük, xoş gördük. Mən çoxdan izləyirəm əslində. Gəlmək də istəyirdim. Çox sağ olun, dəvət etdiniz. Çox şadam. Biz Əla. təşəkkür edirik, çox sağ olun ki, gəldiniz. Təşəkkür. Gəlin belə eləyək. İlk olaraq adət-ənənəyə sadiq qalaraq sizi tanıyaq, sonra mövzuya giriş edərik. Okay. Mənim adım Kənan Həsənov. Era Marketinq şirkətini təmsil edirəm. Direktor müaviniyəm, həm araşdırmalar şöbəsinin rəhbəriyəm. Eyni zamanda Azərbaycan Memarlıq İnşaat Universitetində marketinq, bazar araşdırmaları, layihənin idarə edilməsi sahəsində dərs deyirəm. Beynəlxalq layihələr aparıram. Dövlət proqramı, xaricdə təhsil dövlət proqramı məzunuyam. Elm və Təhsil Nazirliyində sırf xaricdə təhsillə bağlı iqtisadiyyatdır, marketinqdir, orada juriyəm. Belə və bazar araşdırmaları üzrə SMR-ın üzvüyəm. SMR da Əli bəy yaxşı bilir ki, Beynəlxalq Araşdırmacılar Cəmiyyətidir. Ən nüfuzlu təşkilatlardan biridir. Azərbaycan üzrə bizim şirkəti də təmsil edirəm, həm də özüm oranın gənc konsultantlarından sayılırım. Əla, təşəkkür edirəm. Çox qəşəng. Hər tərəfdən sual vermək olar. Super, Olar, super. əlbəttə, xoş olur. Bizim bugünkü mövzumuz təkcə araşdırmaya təbii ki, dayanmayacaq. Müştəri soruları, müştəri razılığı, məmnuniyyətindən də bəhs edəcəm, amma belə bir giriş eləmək istəyirəm ki, adətən şirkətin uğuru, gəlin belə birinci sizə sual verim. Şirkətin uğuru nə ilə ölçülür? Tez sual cavab versəz. Keçən dəfə Elşən bəyin buraxılışındakı kimi dayandıq, mən gözləyirəm ki, indi söhbət gedəcək. Elşən bəy də qayıtdı mənə sual verdi. Sizdən doğru cavabı alacağam. Vüsaldan soruşum. Vüsal, şirkətin uğuru nə ilə ölçülür? Yaxşı videoqraf. Yaxşı videoqraf deyir. Biz həmişə danışırıq müştəri məmnuniyyəti, sonra xidmət keyfiyyəti, sonra müştəri sadiqliyi və s. və ilaxır, amma bunun altını çox vaxt doldura bilmirik. Yəni, bir növ işlətdiyimiz fikirlər bir abstrakt görsənir və altını bilmədiyimizə görə bu hansı faktorlar buna təsir eləyir. Bəzən də belə deyək də nəzərdən qaçırdığımıza görə onun ümumiyyətlə ölçülməsi, müqayisə edilməsi və s. bu şeylər hamısı qalır kənarda. Hansısa bir işlər görürük, deyirik ki, bizim müştəri məmnuniyyətimiz yüksəkdir. Hansısa bir heç bir müqayisə eləmədən nəyə əsasən, nəyə nisbətdə yüksəkdir, bunu başa düşmürük çox vaxt, anlaya bilmirik. Amma bunun arxasında təbii ki, birinci növbədə ona təsir edən faktorları başa düşmək lazımdır ki, müştəri məmnuniyyətinə təsir edən faktor nədir? Ümumiyyətlə, müştəri məmnuniyyətinə, müştəri sadiqliyi arasında məsafə nədir? Ümumiyyətlə, müştəri sadiqliyinə pozitiv təsir edən, pozitiv korrelasiyada olan hansısa bir faktorlar varmı? Mən, məsələn, beynəlxalq araşdırmalar oxuyanda bu mövzuda çox belə dəyərli bir mənbəyə rast gəldim. Bir neçə müddət bundan öncə. Diqqətimi, belə deyək də, hətta o mənbə öyrədici oldu, çox öyrədici oldu. Diqqətimi nə çəkdi? Biz düşünürük ki, hansısa bir addımlarımız və ya o addımların qarşısında olan faktorlar ki, hansı ki, müştəri bu faktorları biz təmin etsək, müştəri sadiqliyi artacaq, amma əslində demə, müştəri sadiqliyinə pozitiv təsir, faktorlar pozitiv təsir eləmirmiş. Məsələ ondadır ki, Şəbnəm xanım, müştərinin qeyri-sadiqliyi ortaya çıxır həmin faktorların çaşmazlığı səbəbindən. Yəni, qeyri-sadiqliklə faktorlar arasında asıllıq daha yüksəkdir. Nəinki sadiqliklə həmin faktorlar arasında asıllıq. O nöqteyi nəzərdən demək ki, o faktorlar
təkmil o faktorları yerinə yetiririksə, o demək deyil bizim müştəri sadiqliyimiz də həm də yüksəlir. Bu o deməkdir ki, müştərini itirmə riskindən uzaqlaşırsan. Fikrimi çatdıra bildim. Bəli. Bu sözdən xoşu gəlmir. O yoldaşlarım mən. Yo. Fikrini çatdıra, hər halda başa sala bildim sözündən daha yaxşıdır. Fikrini çatdıra bildim. Yəni belə olmalı. Qayda yolun bu olmalıdır. Bəli. Onu Şəbnəm xanım mən məsləhət görürəm, ona görə də istifadə. Estağfurullah. Mənim sualımı nəsə qısa cavab istəyirdim. Amma sağ olun. Yəni qəşəng bir nəzəri bilgi verdiniz bizə. Çox vaxt şirkətin uğuru onun etdiyi satış rəqəmləri ilə ölçülür. Amma əslində burada bir tərəf də var ki, müştərinin loyallığı, yenə də sizin dediyinizə, müştərinin məmnunluğu, müştəri sizin haqqınızdan nə düşünür, gətirir, çıxardır. Biz də bugün biraz bu mövzu üzərindən davam eləmək istəyirik. Kənan bəy də bu səbəbdən dəvət eləmişik və sualımı da ilk olaraq elə vermədən əvvəl birinci bizi izləyənlər arasında hər kəs bilmir. Əlbəttə ki, bu NPS sorğular nədir, alətlər, araşdırma necə gedir? Sadəcə eşitmiş də ola bilərlər. İlk olaraq sizdən bir yığcam bir cavab almaq istərdim. NPS nədir? Okay. NPS bu bir beynəlxalq termindir. Bain & Company tərəfindən 2006-cı ildə bazara sunulubdu. Amma Fred Richard yaradıbdı 2003-cü ildə. Yəni 2003-cü ildən bəri bu alət var. Müəllimin sözünə qüvvət olaraq deməli müəyyən faktorlar var ki, bunlar satışa da təsir eləyir, bunlar müştəri məmnuniyyətinə təsir eləyir, ümumiyyətlə şirkətin uzun müddətli strategiyasına təsir eləyir. Bu faktoru təyin etməmişdən qabaq normal praktikada, yəni bu şəkildə olmalıdır araşdırma. Birinci keyfiyyət araşdırması aparılır. Dərinləşmiş intervyular ola bilər, fokus qrupları ola bilər, etnoqrafiya ola bilər, fərq etmir. Tapılır ki, bir şirkətin xidmətini artırılması üçün və ya məhsulun təkmilləşdirilməsi üçün hansı parametrlər var? Yəni nə təsir edə bilər, hansı faktorlar təsir edə bilər? Ondan sonra deməli tək NPS burada rol oynamır. Yəni tək NPS-in nəticəsi, NPS müştəri loyallığı deməkdir. Yəni bir müştəri nə dərəcədə loyaldır. Mən hətta sizə bir case deyə bilərəm ki, bir təcrübəmizdə olub, bir şirkətin mənfi NPS olubdu. Yəni NPS mənfi 100-dən plus 100-ə qədər ölçülür. Deməli bu şirkətin mənfi 15 NPS olubdu. Bu çox bərbad göstəricidir əslində. Yəni şirkətə həmin markaya loyal deyil müştərilər. Amma müştəri məmnuniyyəti həmin mağazada, həmin brenddə, həmin deyək ki, X markasında plus 65-dir. Bu nəyi göstərir? Deməli, ora insanlar gedir, məhsul alır, xidmətindən yararlanır, amma onu tövsiyə etməyə utanırlar. Aha. Ya ötməzlər. Nə maraqlı. Yəni ola bilər ki, həmin anda həmin müştərinin müəyyən bir faktor var ki, onun belə deyim də, ora getmək motivinə təsir edir. Qiymət ucuz ola bilər və ya hər hansı problemini həll etmiş olur. Ona görə məmnundur. Gedir, istəyini alır, ya xidmətdən yararlanır, məmnundur. Yəni onun o problemini çözdü həmin zamanda. Amma tövsiyə etmir də, yəni həmin markanın dəyəri oturuşmayıb bazarda, həmin markanın nüfuzu ola bilər ki, yaxşı deyil. Yəni bu artıq bir köklü bir yanaşma olmalıdır orada. Yəni bu strategiya artıq, yəni ona görə marketinq tək bir cümlədən ibarət deyil də, ora bir neçə komponent təsir edən komponentlər var. Bu PR-ından tutmuş, kommunikasiyasından tutmuş, araşdırması və s. Yəni bu böyük bir kompleks yanaşmadır. İndi gələk NPS-ə. NPS deməli bu dəqiqə yəni, Azərbaycanda ən trenddə olan bir termindir və bir çox şirkət bunu KPI səviyyəsinə çatdırıbdır. KPI nədir? Bir şirkətin ildən ilə ölçən trendidir və Key performans indikator deyirlər. Yəni bir şirkətin hansı A nöqtəsindən B nöqtəsinə çatmaq istədiyi hədəflərdir. Bunu ilbəil olaraq müəyyən faizlə artırırlar ya azaldırlar. Yəni şirkətin performansına asılı olaraq. NPS isə müştəri loyallığıdır. Yəni mənim müştərim nə dərəcədə mənə loyaldır. Yəni nə dərəcədə mənim advokatımdır, yəni mənim vəkilimdir bazarda. Müdafiəsinə görə. Bəli, yəni nə qədər çox NPS-iniz yüksək olacaqsa, müştəriniz o qədər sizi qoruyacaq. Yəni kimsə sizin markanız haqqında pis danışanda, o deyəcək ki, yox elə deyil və sübut etməyə çalışacaq, justify eləməyə çalışacaq ki, bax mən burada bunu alıram, onu edirəm, bunu edirəm. Həmin o faktorlardır ki, hansı ki həmin o markaya ya xidmət götürməyə onu vadar eləyir. Yəni onu cəlb eləyir, şövq eləyir və s. Bunlar da ilk olaraq kəmiyyət araşdırmasından çıxır. Yəni insanların birinci düşüncəsini, o qavrama deyirik də perception. Başa düşürük ki, bizim şirkət ümumiyyətcə nə dəyər yaradıb? Unikal dəyər məhsulu var da, bilirsiniz onu, yəni USP var, bəli. Bu USP nə dərəcədə oturuşub? Yəni mənim markam hansı USP-ni təklif eləyir ümumiyyətcə bazarda?
Bunu biləndən sonra, yəni artıq mənim müştərim bunu başa düşəndən sonra o başlayacaq xidmətlərimdə, məhsulumda onu görməyə. Və mən də onu təklif etdiyim zaman o başlayacaq mənə loyal olmağa. Yəni məni tövsiyə etməyə. Çünki NPS bir sualdır cəmi. Nə dərəcədə mənim markamı və ya istifadə etdiyiniz markanı dosta, tanışa tövsiyə edərsiniz. Bir sualdan ibarət bir sualdır. Sadəcə bunun ölçülmə qaydaları var. Yəni bunun metrikası nədir? 0-dan 10-a qədər 11 ballıq bir şkaladır. 0-dan 6-ya qədər detractor deyirik. Yəni mənim markamı tövsiyə etməyənlər, yəni daima şikayət edənlər, narazılar. 7-8 neytrallar, passivlərdir. Neytral ya detractor ola bilər, ya promotor ola bilər. Promotor 9-10 bal verənlərdir. Bu 9-10 bal verənlər daima sizin markanı ya bizim məhsulu hamıya tövsiyə edənlərdir. Yəni faktiki olaraq sizin promotorlarınızdır. Yəni hər yerdə sizin marka haqqında danışırlar. 7-8 bal NPS-ə nəzərə alınmır. 9-10 balın cəmi çıxırıq 0-6 balın cəmini. Yerdə qalan faiz -100-dən +100-ə qədər dəyişə bilir. Onu soruşacağım qaydasını 2 dəqiqə cədvəlində yazdıq, qəşəng. və nə çıxır ortada? Məsələn, Tesla-nın NPS-i 97 baldır. Bu, yəni mükəmməl bir göstəriciyə bərabər bir şeydir. Məsələn, Apple-ın NPS-i 2024-də 61 bal olubdur. Tesla'nınki 97, Apple-ınki 61. Deməli, Tesla-nı istifadə edənlər şikayət etmirlər istifadə etdiyi məhsul haqqında. Amma Apple-da şikayət edənlər var. Ümumiyyətcə bu hardan çıxıbdı? Bu NPS-in populyarlığı hardan gəlib? Customer centric deyirik də, müştəri yönümlü yanaşma. Qabaq product centric idi. Yəni biz məhsulu yaradırdıq, bazara buraxırdıq və salam. Budur. Yəni müştəri ancaq bunu istifadə edə bilər. İndi isə bir neçə alternativ yaradırıq və müştərinin istəyinə əsasən yaradırıq. Ona görə də indi araşdırmanın rolu artıbdır. Yəni indi artıq araşdırma əsas da pandemiyadan sonra bu populyarlaşmaya başladı. Çünki problemlər o qədər çox oldu ki, artıq bazara təklif etdiyimiz məhsul insanların tələbatını ödəməməyə başladı. Bunu da başa düşmək üçün avtomatik olaraq araşdırma toolları ortaya çıxır, araşdırma metodları ortaya düşür. Müxtəlif yanaşmalar var və s. Və bu araşdırmaların nəticəsində başa düşürük ki, müştərinin istəyi nədir? Və tək NPS ilə yox, biz bura əlavə edirik Customer Satisfaction, yəni müştəri məmnuniyyət indeksi deyilən bir indeks. Müştəri məmnuniyyət NPS-dən fərqi nədir? NPS ümumi markaya aiddirsə, Customer Satisfaction həmin o dediyimiz faktorlara aid olur. Yəni biz bölürük, misal üçün bizim şirkətə gəlir gətirən 5 dənə faktor və müştəri üçün vacib olan 5 dənə faktor. O 5 faktoru 5 ballıq, bəli, 10 ballıq məmnuniyyət şkalası ilə ölçürük. Və ondan sonra bunu orta bir ağırlığa gətiririk, weighting deyirik də, onu çəkiləndiririk, bəli, çəkiləndirəndən sonra NPS-nə korrelyasiya edirik. Əksər hallarda, bir çox hallarda həmin o loyallıqla məmnuniyyət üst-üstə düşür. Amma dediyim kimi exception şeylər ola bilər, o nümunələr ola bilər ki, bəli, loyallıq aşağıdır, amma məmnuniyyət yüksəkdir. Sadəcə bu qısa müddətli bir hallardır. Məsəl üçün həmin marka əgər marka dəyərini qaldırsa, yaxşı brendinq eləsə, yaxşı positioning eləsə, yəni özünü pozisioner eləsə bazarda, avtomatik olaraq onun NPS-də qalxacaq. Mən bir sizlə anlamıram açığı. Bir çox hallarda araşdırma şirkətinə sorğu ki göndərir şirkətlər. Ümumiyyətlə onun problemini çözəcək, ona dəstək olacaq araşdırma da ümumiyyətlə NPS-mi özləri qarışdırırlar. Misal nəyə gətirmək istəyirəm? Məsələn, bu yaxınlarda belə bir fikir eşitdim. Demək, Discount Store NPS sorğusu eləyir. Yəni marketinqdə də bu bəlli bir şeydir ki, əgər Discount Store adından da bəllidir ki, bunun əsas aləti qiymətdir. Bəli. Endirim təklif edir. Endirim bəli. Yəni bu əlavə dəyər yaratmır, bu xidmət keyfiyyətinin yüksək saxlanması üçün investisiyalar eləmir, bir şey eləmir. Yəni sən niyə tövsiyə etməlidirlər? O tərəfdə mən biraz qeyri-müəyyən qalıram. Bu ona görə gəlib çıxır ki, həmin şirkətlər NPS populyar bir trend söz olduğu üçün onu hər kəs etməyə çalışır. Amma bəli, dediyimiz kimi orada o NPS onun həll yolu deyil. Çünki qiymət ən vacib faktor olduğu üçün insanların ora getmə motivi zaten qiymətdir. Avtomatik qiymətdir.
Bəli. Yəni o qiymət hər bir halda ağırlığı həmişə daha yüksək olacaq və NPS-ə də ən təsir edən o parametr o olacaq. Sabah qiymətdə endirim etmədiniz, qiyməti biraz qaldıran kimi NPS avtomatik düşəcək aşağı. Yəni özünüzü aldatmış olacaqsınız. Eynən. Bəs yaxşı, NPS-dən başqa hansı indekslər var? Var dediyim kimi müştəri customer satisfaction deyirik. CES deyilən var, customer effort. Bu nə deməkdir? Bu adətən telekommunikasiyada olur, banklarda olur. Yəni mənim bu problemi həll etmək üçün nə qədər performans göstərmişəm, nə qədər səy göstərmişəm. Bu onun sonraki effektivliyini zənglər ölçür. olur, hansı ki bizə SMS-lə göndərir ki, məmnun qaldınız yoxsa yox, bildirin. Yox. Onlar Deməli, yox. ölçülür. Tam o deyil. Baxın, deməli nə var burada? Customer effort nə deməkdir? Məsəl üçün mənim telefonumda xəta oldu, problem oldu. Mən operatora yazdım ki, məsələn, şəbəkəyə daxil olmur. Friction rate kimi bir şeydir də. Yəni Yes. tutaq ki, nə qədər uğraşırsan bu məsələ ilə. Bəli. Mən nə qədər cəhd eləyirəm ki, o problem həll olunsun. Neçə nəfərə müraciət eləyirəm. Bəlkə özüm elə FAQ-nu oxuyan kimi həll etdim. Məsələn, FAQ-nu oxuyan kimi həll etdimsə, bu şirkətin uğurudur əslində. Customer Experience Management məsələsindən gələn bir indikatordur. İndi müştəri təcrübəsi tərəfindən baxaq məsələyə. Dünən yadıma gəlir desən də təlimlərimizin birində bu məsələ açıldı. Elə yeri də elə açığı mövzu o istiqamətdə ağırlan gedəcəyini düzü gözləmirdim. Xidmət keyfiyyəti. Ağırlıqla təsir edən məsələdir. Çünki eyni məhsulu hamı satır. Düzdür? Və yaxud da ki, eyni məhsulla bərabərdə rəqib bir məhsulu digər bir şirkətdə satır. Şirkəti uzun vadədə vəziyyətdən çıxaracaq xidmət keyfiyyətidir. İşin bəla tərəfi ondadır ki, xidmət keyfiyyətinə təsir edən faktorların özlərin belə deyək də mütəxəssislər çox vaxt ayırd eləmir. Yəni ya bu xidmət keyfiyyəti adı ümumi qalır. Məsələn, bizim xidmət keyfiyyətimizi qiymətləndirin kimi sadə bir metodologiya üzərindən gedirlər. Misal üçün götürür, orada belə deyək də o customer satisfaction məsələsi ki var. Məsələn, hansısa bir matik sazlayır orada, üzərində ballar verir və bununla da deyir ki, hə, mən bu xidmət keyfiyyəti məmnuniyyətini başa düşdüm ki, xidmətimdən nə qədər şeydir. Əslində, məsələ o qədər də sadə deyil. Xidmət keyfiyyətinin özünün bəlli bir təsir faktorları var. Bu nədir? Etibarlılıq, empati, responsivlik, əminlik, fiziki və ya onlayn mühitdə performans. Dolayısıyla hər bir faktorun altında da öz subfaktorları var. Bəli. Hər biri ilə bağlı algının indekslənməsi, ana faktorların indekslənməsi, onun təhlil edilməsi və özün üçün bunu çıxartdın, bununla da iş bitmir. Rəqiblərlə müqayisə eləməlisən. Yəni, bildiniz nə demək istəyirəm? Təsəvvür edin ki, əminlik faktoru ana faktordur. Əminliyin içində yatan subfaktorlar nədir? Tutaq ki, şəffaflıq təsir eləyir əminliyə, düzdür? Təhlükəsiz şərait, xidmət keyfiyyəti ilə bağlı təsir eləyir, düzdürmü? Və sair və ilaxır. Və yaxud da ki, responsivliyin içərisində özünün başqa bir bala faktorları var ki, bunları indeksləmək lazımdır. Amma bu indekslənəndən sonra tək səninlə bağlı olmalı deyil. Sən rəqiblərdə bəs bu necədir? Yəni, sən dolayısıyla araşdırmanı eləyəndə öz şirkətində görməlisən. Rəqiblərdə də hansı ağır gəlir, onu da başa düşməlisən, xidmət keyfiyyəti ilə bağlı. Yəni, məsələ o qədər həssasdır, amma gətirib knopka basmaqla, o button basmaqla elə bilirlər ki, bu ölçdülər bunu özləri daxilində. Bayaq siz dediyim kimi, operator zəng gəlir ki, nə dərəcədə məmnun qaldınız? Bir dənə sualla da, botdur bu, yəni bot zəng gəlir, soruşur faktiki olaraq. Orada əksər hallarda hamı ya birə basır, ya da ki, adboy verir. Yəni, qırmızıya basıb bağlayırlar. Ona görə də dolğun cavab ala bilmirlər. Bu praktikadır, yəni bu belədir. Müəllim dediyi kimi, bəli, orada çox böyük sub faktorlar var ki, sub parametrlər, sub kriteriyalar var ki, bir-birinə təsir edir. Onu da yəni bir dənə knopka ilə ölçmək çox çətindir. Dolayısıyla onları o dibi görməliyik ki, orada mən nəyi tuning eləyəcəm? Əgər onu tapa bilmirsənsə araşdırmadan sonra, o araşdırmaya xərclədiyin pul havıyadır. Yes. Əslində suallarından biri də o yöndə idi ki, müştəri məmnunluğunu ölçərkən hansı səhvlərə yol verilir? Yəni siz indi hər halda bu işin içindəsiniz, daha yaxşı bilirsiniz də. Ən çox hansı rastlanan səhvlər? Çox səhvlər var. Gəlin mən onları bölüm bir neçə mərhələyə. Məsələn, birinci metodologiya seçimidir. Baxın, NPS kimin arasında keçirilir? NPS keçirilir loyal. Yəni loyal deyəndə aktiv userlərin arasında. Yəni
mənim xidmətimdən, markamdan istifadə edən şəxsin. Əgər siz mənim markamdan ildə bir dəfə istifadə etmisinizsə, mən gəlib sorursam ki, dosta, tanışa tövsiyə edərsiniz, siz deyəcəksiniz ki, bilmirəm, heç yadımda deyil, bir dəfə istifadə etmişdim. Əksər hallarda şirkətlərə qarşımıza çıxan odur ki, hamıdan sorğu aparırlar. Yəni deyək ki, auditoriya deyil əslində, hədəf kütləsi deyil, amma ondan bir dəfə istifadə eləyibdi belə. Ondan sorğu aparırlar və nəticə gəlib tamamilə bir neytral bir şey çıxır ki, reallığı əks etmir. Deməli, burada bir şərt olmalıdır ki, mənim NPS-im ancaq mənim aktiv userlərin arasında olmalıdır. Bu da sektorun sektora dəyişir. Məsələn, exit serverlər var, mağazinin çıxışda, deyək ki, exit poll deyirik də, hardansa məkandan, filialdan çıxışda. Burada biz dərhal ölçürük NPS-i. Yəni bu adam bu dəqiqə satış alış elədi, çıxdı. Biz onun müştəri məmnuniyyətini soruşuruq. Həmin real time ölçürük, yəni canlı olan və NPS ölçürük. Çünki bu adamın hal-hazırda yadında qalır. Bir də həmin adamdan bir aydan sonra sorğu apara bilərik ki, siz nə dərəcədə məmnunsunuz və tövsiyə eləyərsiniz bizim markamızı. Və bunu benchmark eləyə bilərik. Ölçə bilərik ki, mağaza daxilində ola bilər ki, kampaniya olub, ola bilər ki, hər hansı bir action olub ki, onun birinci yaxşı bal verib, tərifləyib. Amma oradan çıxanda biz artıq onu neytral vaxtda zəng elədiyimiz zaman bu adam aktiv user. Yəni ay ərzində gəlir ora. Tamamilə başqa fərq bir bal verir orada. Bunun fərqini ölçmək lazımdır misal üçün. Və ya NPS balaca bir sorğudur. Yəni bunu biz qata bilirik, brand health tracking deyirik, marka sağlamlığı. Marka sağlamlığı özü suallar blokundan ibarətdir. Məsələn, orada gəlir ilk ağla gələn marka, əsas istifadə etdiyim marka və s. Bu sualları toplusunun içinə sala bilərik, üz-üzə keçirə bilərik və ya telefonla keçirə bilərik. Ən böyük səhvlər bu açıqda olan hesabatlar və s. gördüyümüz odur ki, hamı ilə sorğu apardıqları üçün və metodologiya və anket də hərdən uzun olduğu üçün NPS-də çox vaxtı qoyurlar sonuncu suallar. Yəni adam yorulur. Məsələn, telefon 15 dəqiqədən çox ola bilməz. 20 dəqiqəlik sorğuda ən axırda NPS-i soruşanda o adam sizə düzgün cavab verməyəcək. Deməli, bu sorğu çox qısa olmalıdır. Əgər biz NPS ölçürüksə, əgər müştəri məmnuniyyəti ölçürüksə, bu 5 dəqiqədən artıq olmamalıdır ki, biz o müştərinin vaxtını çoxalmayaq. Yox, məqsəd başqadırsa, biz başqa parametrlər ölçmək istəyiriksə, onda NPS-i sonra qatmaq lazım deyil. Çünki NPS o nə hiss etdiyini bölüşür həmin anda. Yəni müştəri məmnuniyyəti ilə əgər biz hər hansı problemi araşdırırıqsa, təmiz başqa-başqa məqsədlərdir. Bunları bir-birinə bir anket üzərindən, bir sorğu formu üzərindən soruşmaq bəzən yanlış cavablara gətirir. Bəs belə bir şey varmı ki, sahələr üzrə fərqli ola bilər bu indekslər? Ola bilər, bəli. Bax, misal üçün bank sektorunda siz operativliyi ölçürsüz, sonra siz təhlükəsizliyi ölçürsüz, təmiz başqa parametrlərdir. Supermarketdə siz assortimenti ölçürsüz, nə bilim, qiymət, keyfiyyət balansını ölçürsüz, sonra kampaniyaları ölçürsüz, loyallıq kartını ölçürsüz. Hansı ki, məsələn, bankda təmiz başqa sektor idi, təmiz başqa dəyərləri, təmiz başqa parametrləri. Avtosektorda təmiz başqadır. Telekommunikasiyada ümumiyyətcə 5-6 vacib parametr var ki, tamamilə başqadır onların sektoru. Yəni bunlar dəyişir. Deməli, birinci səhvimiz metodologiya idi. Yəni bunun düzgün seçilməsi, düzgün soruşulmaması. İkinci səhvimiz o datanın NPS-i soruşandan sonra biz mütləq səbəb soruşmalıyıq. Bir çox hallarda biz ancaq bal alırıq. Yəni bazarda olan o hesabatlarda oxuduğumuz zaman görürük ki, ancaq baldır. Amma bunun sübutu yoxdur. Yəni sübut nə mənada? Mən 5 bal verdim, amma niyə 5 bal verdiyimi əsaslandırmadım. Və bunu məndən heç kim soruşmadı müştəri kimi. Məndən balı soruşdular, sağollaşdılar. Deməli, burada da mütləq o səbəbi almalıyıq ki, başa düşək ki, bu adamın şuuraltı nədir? Bəli, nə idi o problemi? Çünki Azərbaycanda belə bir şey var. 5 ballıq şkala ilə biz hamımız öyrəşmişik ki, məktəbdə 5 alırıq. 5 bal əla bal sayılır çox adam üçün. Və biz 10 ballıq soruşanda götürüb 5 bal deyirlər, hər şey yaxşıdır. Ondan sonra ona izah verməliyik ki, baxın 5 bal orta baldır. Məsələn, siz 5 bal verdiniz də, bu aşağı bal sayılır. Niyə görə aşağı bal verdiniz? Yəni o sualı düzgün soruşmaq lazımdır. Biz ona görə NPS-i necə soruşuruq? Əgər 0.6 bal veribsə, soruşuruq ki, nədən məmnun deyilsiniz? Niyə tövsiyə etməzsiniz? Amma soruşsaq ki, niyə 5 bal verdiniz? 90% halı cavab verəcəklər ki, nə bilim, yəni hər şey yaxşıdır, qaydasındadır. Bu tipli cavablar gələcək sizə.
Yəni orada o sualı düzgün vermək lazımdır. Əks halda elə bir cavab alacaqsınız ki, o datanı heç cür istifadə edə bilməyəsiniz. Bu da ölkədə olan həmin o problemlərdən biridir. Çünki bir çox brend menecerlər var, marketoloqlar var. O datanı düzgün istiqamətləndirə bilmirlər. Yəni çünki datanı siz hər cür manipulyasiya edə bilərsiniz, hər cür istifadə edə bilərsiniz. Pozitiv yöndə də istifadə edə bilərsiniz, neqativ yöndə də. Yəni bəzi adamlar üçün, nə bilim, 30 MPS pisdir bəzi şirkətlər üçün. Bəzi şirkətlər üçün əladır. O artıq bazarda olan rəqabətdən asılıdır. Bazarda olan oyunçulardan asılıdır. Məsələn, su markaları həddindən artıq çoxdur bazarda. Meyvə şirələri həddindən artıq çoxdur. Orada yüksək MPS-in olması bu düzgün olmayacaq. Hə, rəqabətlilik çox olanda, tutaq bir var bazar payı 5 şirkət arasında bölünür, bir də var 15 şirkət arasında. Əlbəttə. Hə, maraqlı yanaşmadır. Ona görə bayaq qeyd elədim ki, rəqiblərlə müqayisədə o balları təhlil etmək lazımdır. Yoxsa elə İndi proses də bir şey də, məndə məsələn belə bir sual yaranır da, tutaq ki, bizi indi izləyənlər də deyir ki, yaxşı bu sorğuların indi bu hər halda bu bir az büdcəli bir proses deyil. Bu prosesin aparılması. Yox. MPS elə bir bahalı çalışma deyil. Yaxşı, bəs MPS-dən sonra o sorğuların analiz edilməsi, nəticə çıxarılması necə? O da elə bir ağırlı proses deyil. Məsələn, həmin o marka sağlamlığını ölçsəz, bəli, o ağırlı prosesdir. Çünki biz orada bir neçə parametr qoyuruq, bir neçə sual qoyuruq, marka imicini ölçürük, ifadələr var. Yəni bir 20 dəqiqəlik bir sorğudur. 20 dəqiqəlik sorğu olduğu üçün bunun artıq zaman artdıqca büdcəsi də artır. Onsuz da bu işi böyümək, belə deyək də, daha böyük bir prosesdə aparanlar daha çox böyük şirkətlər olurlar. Təbii ki, bunlar büdcə ayrılmalıdır, onlardan büdcə ayrılmalıdır. Amma yeni brend olmağa çalışan, yeni yerli brendlər belə tutaq ki, yeni brend olmağa çalışır, belə bir sorğular hazırlamağa çalışır. Mən öz-özlüyümdə düşünürəm ki, yəni az rast gəlməmişik ki, şirkətlər özləri bir məmnuniyyət sorğusu hazırlayırlar. İndi adı MPS-dirmi, deyilmi, onu mən də bilmirəm. Amma hər hansısa bir sorğu anketi hazırlayıb göndərirlər və sonra oradan gələn cavabda baxırlar, deyirlər ki, hə məmnundur, artıq bununla da qurtarır, yekunlaşdırırlar. Burada da o üçüncü problem gəlib çıxır burada. Azərbaycanda onlayn sorğular əfsuslar olsun ki, uğurlu deyil. Yəni çalışmır. Hələ ki çalışmır. Niyə? Bizdə insanlar onlaynı daha çox əyləncə məqsədli düşünürlər. Yəni o gələn sorğuya belə tam enerjisini vermirlər. Yəni başa düşmürlər nə üçündür. Əgər altından qoysaq hissə hədiyyə olacaq, iştirak eləyəcəklər. Amma yenə də belə dürüst olmurlar orada. Yəni tez-tez yəni siz təsadüfən bir random bir sorğu eləyə bilərsiniz, təsadüfi sorğu. Hər adam üçün cavab variantlarının yeri dəyişsin. Siz fikir verəcəksiniz ki, əksər hallarda hamı birinci cavabı seçib keçir orada. Yəni biz belə bir eksperiment aparmışıq. Məsələn, cinsi qeyd eləmək idi, hər dəfə yerini dəyişirdi. Hər də baxırdıq ki, hamı birincini qeyd edib. Məsələn, 10 nəfərin 7-si birinci cavabı qeyd edib keçir, birinci cavabı qeyd edib keçir. Amma zəng eləyirik həmin nömrəyə, çünki nömrəsini paylaşıbdı. Məsələn, orada qadın yazıb, kişi götürür telefonu və s. Baxmadan cavab verir. Çünki yazmışıq ki, aşağıda bir dəqiqəlik sorğuda iştirak eləyin, 5 manat qazanın. Yəni o baxımdan onlayn sorğular hələ ki biraz güvən azdır, amma çalışırıq ki, indi bunu bazara gətirək yavaş-yavaş. Çünki dövr dəyişir, rəqəmsallaşma gedir və s. Ənənəvi sorğular bəzən olur ki, aylar çəkir, 1 ay çəkir, 2 ay çəkir, zaman alır o proses. Onu daha optimallaşdırması üçün bazarı birinci öyrətməyimiz lazımdır. Bir də indi misal üçün özünüz market sahəsindəsə fikir versəz, TikTokdur, Instagramdır, bunların media mənbəsi kimi həddindən artıq bazar payı artıb. Qabaq yadınızda düşsə TV-lər idi. Yəni TV ən güvənilir, ən populyar mənbə idi. İndi TV qalıb ən güvənilir mənbələrdən, amma TikTok kimi toollar bunların həddindən artıq reytinqi qalxır. Yəni güvən göstəricisində TikTok da ağır basır belə. Axır vaxtlar, bəli. Son vaxtlar bəli. Yəni insanlar orada girib marka axtarırlar, təsəvvür edin. Axtarışa verim, xidmət axtarırlar, axtarışa yəni yazırlar ki, bəli. Mən axırıncı illik hesabatdaydı. Hansı şirkəti unutdum. Marsaydı deyəsən. Biraz beynim də qarışdı əslində. Çünki mən özüm də müşahidələrimdə şey eləyirdim insanlarla söhbətdə ki, daha çox düzdür, indi öz ətrafımla araşdırma eləmək yanlış bir şeydir də. Amma qeyri-ciddi münasibət ola həmin platformaya deyirsiniz. İnsanlar artıq bəli orada məlumat güvən məsələsində ağırlaşırlar. Mən hətta şirkətlər tanıyıram ki, iş elanları belə TikTok üzərindən verirlər. Yəni orada müraciət edirlər ki, biz vakansiya var, işləmək istəyirik.
Bunun mən axırıncı dəfə dekabrda hesabata dekabrda ya yanvar ayında hesabata qatılmışdım. Şirkətin adı indi tam Mars ayı Mars ayı deyirsiz də, Hə, bəli, düz bəli. demişəm onda. Mars ayının hesabatına qatılmışdım. Mən də orada çox təəccüblə qarşılamışdım ki, orada sosial platformalarda hətta yenə də dediyim kimi də Facebook və LinkedIn-i hardasa başa düşə bilərəm ki, oradakı bir platforma fərqlidir. TikTokdakı mesaj qutusunun mesajlaşma prosesində SMS-i, Instagramın direktini, Facebookun Messengerini keçib öndə dayanması, birincilikdə dayanması mənə çox təəccüblü gəlmişdi ki, insanlar danışmaq üçün TikTokun mesaj qutusundan daha çox istifadə edirlər. Yəni WhatsApp artıq arxaya düşmüşdü. İnsanlar daha çox orada Çünki ən çox istifadə etdikləri odursa, yəni avtomatik olaraq onda istifadə edəcəklər. Bunu nəyə gətirirdim? Bazar rəqəmsallaşdığı üçün avtomatik o onlayn sorğulardır, onlayn davranışlar dəyişəcək. Zamanla dəyişəcək. Məsələn, artıq pandemiyadan öncəki dövr var və indiki dövr var. Yəni çox ciddi dəyişiklik var bazarda. Məsələn, qabaq biz görüşlərə gedirdik. Müştərilərlə B2B bazarı daha çox populyardır. İndi hamı onlayn eləyir ki, tez olsun, zaman getməsin, çünki vaxt qənaət etmək söhbəti ortaya çıxır. Belə, yəni bu tendensiya dəyişəcək. Yəni biz bunu görürük, amma bazar tam hazır olmadığı üçün, məsələn, Era şirkəti olaraq bunu hələ ki təklif eləmirik bazara. Və tam güvənmədiyimiz üçün bu prosesə hələ ki tam onu tövsiyə eləyə bilmirik. Ona görə də o alınan cavablar bayaq dediyimiz kimi, yəni güvənsiz olur həmin o NPS-dir ya müştəri məmnuniyyəti cavablarıdır. Amma nəbzi izləmək üçün yaxşı bir alətdir. Məsələn, adətən nə tövsiyə olunar o tipli markalara? Əgər mağazadırsa, məsəl üçün, mağaza çölündə ayda bir dəfə olsun, ya rübdə bir dəfə balaca sorğular apara bilərlər. Yəni mağazadan çıxan müştəri ilə ki, onun istəklərini nəzərə alsınlar, onun gözləntilərini nəzərə alsınlar. Amma adətən MPS və s. bunlar heç olmasa bazarda bir il dövrəyə eləyəndən sonra, bir il marka oturuşandan sonra aparılır. Çünki 1 ay, 3 ay açılan bir marka ilə MPS aparsaz çox yüksək olacaq və bias olacaq cavablar. Yəni real olmayacaq o nəticələr. Sizin belə başa düşdüm ki, mənim dediyimdə o qədər suallar yaranıb ki, hamısı qarşıdı bir-birinə. Davranış mənim diqqətimi daha çox çəkdi də. Tutaq ki, əhali olaraq, ölkə olaraq yerləşdiyimiz coğrafi mövqe, məsələn, bu 5 bal məsələsi mənim beynimdə çox ilişdi ki, bizə görə doğrudan da elədir də, biz 5 alaraq əlaçı olurduq, amma indiki bal sisteminə baxanda insanların yenə də o şəkildə davranması, bu qlobalda o zaman fərqlənir. Bu sorğu standart bir şey deyil. Avropada getsəz 7 bal olacaq şkala. Onlar 7 ballı şkala ilə ölçülür. Getsəz misal üçün digər ölkələrə, postsovet ölkələrinə, onlar da ya 5 bal ya 10 balla ölçülür. Hətta mən bir də belə bir şansım oldu. Bir кейsi eyni кейslə bağlı Likert scale həm 5 götürdüm, həm 10 götürdüm, həm 7 götürdüm. Eyni auditoriyada fərqli nəticələr verdi, tamam fərqli nəticə müqayisə elədim yəni. Bu da nəsildən generasiyona fərqli olaraq dəyişir. Məsələn, indiki uşaqlar 9 ballıqla dərs keçirlər. Tələbələr 100 ballıq şkala ilə keçir. Orta yaşlı şəxslər 5 ballıqla keçibdir. Yəni bunu mütləq izah etmək lazımdır. Məsələn, ona görə biz sualda həmişə uyarı qoyuruq ki, baxın, siz 5 ballıq şkala ilə cavab verə bilirsiniz. 1, misal üçün, məmnun deyiləm, 5 çox məmnunam. Və bunu mütləq göstərmək lazımdır həmin respondentə ki, başa düşsün. Əks halda orada bir problem yarana bilər. Deyə bilər ki, misal üçün 10 ballıq şkalada 5 bal əladır. Cavab da verir ki, əladır. Hər şeydən məmnunam. Hələ sübut da eləyir ki, ondan məmnunam, operativdirlər, nə bilim, şəbəkə tutur və s. amma nəticədə 5 bal veribdir. Və onun balını biz hesablasaq, MPS-in qaydalarına uyğun olaraq, o detraktordur. O yəni markadan məmnun deyil. Bunlar çox önəmlidir. Əsas səhvlərdən bəli bunlardır. Çünki bəzən olur ki, şirkətlər internetdə görürlər və s. daha büdcə ucuz olsun deyə onu tətbiq etməyə çalışırlar. Amma nəticəni düzgün almayanda onlar düzgün strategiya yazmayacaqlar özləri. Hə, bunu əslində bayaq soruşurdum ki, sorğunu təşkil eləyir şirkətlər, bir çox öz aləmlərində düşünürlər ki, biz bunu tez keçirdik, amma sonra nəticənin tətbiq edilməsi nəyə görə vacibdir? O məqamda çıxır əslində ki, bir çox səhv addımlar atılmış olur. Bəli. Məsələn, biz Əli bəylə irşad кейsi mənim üçün, yəni mən onu hər tələbəyə gətirirəm də. Yəni düzgün qoyulmuş suallar və düzgün təhlil nəticəsində marka brend imicini tamamilə dəyişdi. Yəni tamamilə bazarda başqa cür qavranmağa başladı. Çünki nəticəni düzgün analiz etdilər.
Məsələn, orada da MPS var idi, orada brand funnel var idi. Yəni çoxlu parametrlər var idi, amma o assosiasiyalar var idi. Assosiasiyalar var idi. Xatırlayıram bəs onu. Oradakı o ifadələri reklamda istifadə olunması, yəni çox case vardı. Yəni ona bir kitab bəlkə də yazmaq olar. Çünki ən uğurlu caselərdən Azərbaycan bazarında. Yəni marka Mənim xəbərim yoxdur, siz ondan danışırsınız. danışıram. Telefoniya olan imicdən böyük bir marka, yəni elektronika markasının imicini tamamilə dəyişdi. Yaşıl reklam daha çox elə xatırlanır. Orada yəni belə müsbətləri olduğu kimi zəif tərəflərimiz də gördük araşdırmada ki, Təbii ki. yaşıl reklam falan kimi. Çünki Təbii bir sual, yəni sualı düzgün soruşanda, məsələn bizim direktor həmişə deyir, gedib soruşsaz ki, hamıdan McLaren almaq istəyirsən ya Bentley almaq istəyirsən, hamı deyəcək bəli, almaq istəyirəm. Amma sürdüyü qaz 31-dir misal üçün. Yaxşı, Al düzgün 7. soruşulmalıdır. İki sualdan ibarət Aha. olmalı. Hal-hazırda sürdüyünüz avtomobil ili, modeli və s. soruşduqdan sonra növbəti 1 il ərzində ya 2 il ərzində hansı avtomobilə dəyişmək istərdiniz? Yəni o adam və gəliri də avtomatik. Orada biz onun sosial-ekonomik statusunu ölçməliyik ki, bu adamın ümumiyyətcə potensialı nə qədərdir? Yəni gedib ona Bentley soruşsaq, bəli, əlbəttə hamı Bentley istəyir. Yəni hamı arzuladığıdır. Amma nəticə o deyil, reallıq o deyil. Yadıma gəlir, o uğurlu adı çəkilən araşdırma ilə bağlı izləyicilər bilsə ki, biz onun brifi üzərində, nə bilim mən, brifə uyğun metodologiya üzərində nə qədər yazışdıq maildən ki, bu niyə var, bu niyə yoxdur, bunu belə eləsək necə olar falan peşməkan. Yəni əslində nə qədər sağlam araşdırmanın brifi verilərsə və araşdırma şirkəti ilə birbaşa ümumi dizayn mərhələsinə keçid nöqteyi nəzərdən işlənilərsə məsələ, o qədər artıq nəticələr daha sağlam gəlir. Kənan bəy, belə bir şey gəldi fikrimə, soruşum yenə də sizdən. Olubmu ki, heç elə bir кейsiniz ki, siz aparmısınız, sorğun nəticələri ortaya çıxıb, normalda tutaq ki, hamı deyir ki, rəhbərlik şirkət, ümumilikdə şirkət özü deyir ki, bizdə hər şey əslində yaxşıdır, amma yoxlamaq istəyirik. Neqativ tərəfləri də var, amma onlar razılaşmırlar ki, yox, burada düzgün aparmamısınız. Biz sevirik axı ancaq müsbət tərəflərimizi görməyi. Bizi hətta bir rəqib şirkət belə bir case olmuşdu. Biz sorğular apardıq, sonra böyük bir press release elədi həmin şirkət nəticələri və s. Bizi antimonopoliya şikayət eləmişdilər, təsəvvür edin. Amma araşdırma düz aparılandan sonra və altında bütün o metodologiyanın izahından tutmuş hamısı olandan sonra statistik olaraq düzgün nəticələri sübut etmək çox rahatdır. Məsələn, o кейsi biz udmuşduq. Yəni, çünki həmin şirkət göstərmiş ki, nəticələri yaxşıdır rəqiblərə nisbətən. Rəqib şikayət eləmişdi onu. Bizdən detallı araşdırma apardılar. Yəni bir ay çəkdi o proses. Bütün detalları soruşdular və s. Yəni tam belə işin içinə girəndən sonra antimonopoliya baxdılar ki, hər şey köklü aparılıbdı. Rəqiblər də məmnun oldu ki, yəni hər şey qaydasındadır və xahiş elədilər ki, həmin o bizim müştərimizdən o datanı bizlə də paylaşıb, biz də onu tətbiq eləyək öz işimizdə. O şirkət də onunla paylaşdı. Yəni bu artıq bir sindikat kimi yaratdılar öz aralarında, o datadan istifadə etdilər. Elə bir кейslər olub. Çox olur. Məsələn, olur ki, çünki bəzi nəticələr var ki, brend menecerlərə təsir eləyir, satış şöbəsinə təsir eləyir. Amma əgər sorğu düzgün aparılıbsa, əgər araşdırma düzgün aparılıbsa, onu sübut etmək çox rahatdır. Yəni çünki biz datanı toplayırıq real müştərilərdən. Real müştərinin fikri elədirsə, deməli odur nəticə. Sadəcə burada başqa bir məqam ola bilər ki, biri var perception, qavrama. Bir də var real satış rəqəmləri. Bu üst-üstə düşməyə bilər. Misal üçün, mənim üçün bu çaşka, bu stəkan əladır. Yəni mən bunu bəyənirəm qara rəngini. Amma sizdə satışları bu qara stəkan satılmır. Yəni mənim üçün bu premiumdur, bu əladır. Yəni bütün mənim istəklərimi qarşılayır. Amma siz bunu cəmi ildə 2 dənə sata bilirsiniz. Burada artıq qavramadır. Burada baxmaq lazımdır ki, biz nə istəyirik, yəni hansı nəticəyə gəlmək istəyirik. Biz əgər deməli elə çıxır ki, biz ilkin briefimiz səhv olubdu. Yəni ilkin məqsədimiz səhv, biz onu istəməmişik. Yəni siz əgər istəyirdinizsə bunun bazarda olan real durumunu araşdırmaq, o təmiz başqa idi. Əgər yox, bunun güclü tərəflərini araşdırmaq istəyirdinizsə və ya bunu müştəri necə görür, təmiz başqadır. Məsələn, mən dediyim indi müştəri necə görür bunu? Yəni perception, onun qavramasıdır. Amma siz bunu soruşsaydınız ki, bazarda alan var bundan, yoxsa yox, orada çıxacaqdı ki, nə bilim,
10 müştəridən biri alır onu. Və o ola bilər ki, sizin satış rəqəmlərinin üst-üstə düşsün. Sadəcə brief verəndə Əli bəy də dediyi kimi bəzən departamentlər hamısı öz aralarında danışmırlar. Məsələn, bir departament verir, digərlərinin xəbəri olmur araşdırmadan. Yəni istəklər bir yerə gəlib, bir yerə cəmlənib o şəkildə tətbiq olunmalıdır. Maraqlıdır, çox maraqlıdır. Ümumiyyətlə data tərəfi və araşdırma tərəfi hər zaman mənim diqqətimi çəkir, amma yenə də işin bir tərəfində də dayanan mən düşünürəm ki, xidməti müsbət eləyən, xidməti müştərinin razı qalmasına əsas səbəb olan nə olur? Mağazada və yaxud da hansısa bir istər bankda ilk qarşılaşdığın şəxs, yəni ondan aldığın enerji sənin həmin şirkəti dəyərləndirməyinə gətirib çıxardır da. Buradakı yenə də gəlir çıxır bu xidmət sahəsində əməkdaşlara davranış, şirkətin dəyərləri, şirkətin altında niyə əməkdaş orada çalışır, çox şey gəlir, sistemlidir deyə insanın beynində belə ardıcılı düzüləndə, həqiqətən düşünəndə ona yaxşı davranılmalıdır ki, o da müştəriyə yaxşı davransın. Bəli. Yəni onlar hamısı bir-birinə bağlı kriteriyalar, parametrlərdir. Amma satış menecerindən, xidmət göstərən şəxsindən çox şey asılıdır. Məsəl üçün bir satış meneceri müştəriyə 15 dəfə kasaniya deyilir, toxunmalıdır. Yəni 15 dəfə toxunandan sonra, bəli, məcazi olaraq nə mənada? Burada toxunma nəyə deyilir? Burada toxunma e-mail göndərmək ola bilər, zəng etmək ola bilər, təklif göndərmək ola bilər. 15 çox deyilmi? 15 konversiyanı əgər sizə uğurlu gətirməsi üçün 15 dəfə olmalıdır o proses. Siz ona müəyyən bir kitab göndərə bilərsiniz, misal üçün də, ya bir məqalə göndərə bilərsiniz ki, hansı ki sizin məhsulu tanıdır. B2B ilə B2C-də bu çox fərqlənir. Ona görə həmin o kasaniya deyirik də, o toxunma, touch point dəyişir. Hər sektorda dəyişir. Müddət varmı onların arasında? Var. Yəni sizin satış etmək istəyinizdən asılıdır. Yəni əgər siz əmlak satırsınızsa, narahat edər deyə düşünürəm, o baxımdan deyirəm. Baxın, 15 mütləq deyil ki, yəni 15 maksimumdur. Bu mütləq deyil ki, eyni zamanda edəsiniz bunu. Siz B2B-də hər gün e-mail göndərə bilmərsiniz. Məsəl üçün B2B-də siz təklifi bir dəfə göndərirsiniz, bir həftədən sonra follow-up eləməlisiniz onu. Yəni bir CRM-iniz olur, o CRM-in üzərindən gedirsiniz də, həmin o lead deyirik, o leadlərimizin işləmə mexanizmi bu. 15 dəfə toxunduğunuz zaman bir müştəriyə, yəni əlaqə saxlayıb, kontakt etdiyiniz zaman, o artıq sizin daimi müştərinizdir. Və yaxud da gedəcək əl çək daha məndən. Bəli. Amma 15 dəfədən sonra əl çəkmirlər də artıq. Çünki orada belə bir məqam var ki, məsələn, müəyyən müddət sonra yəni ifadə biraz kobud səslənəcək, amma bezdirici gəlir artıq ki, yəni istəmirəm. Artıq yəni istəyəcəmsə də artıq istəmirəm. Elə bir proses yaranır. O artıq sizin strategiyanızdan asılıdır. Məsələn, elə məhsul var ki, siz davamlı olaraq zəng etməlisiniz. Yəni elə bir case var ki, bir dəfə zəng etdiniz, çox bahalı bir luxury segmentdir. Elə bir nişdir ki, onu siz hər gün narahat eləyə bilmərsiniz. Yəni case var məsələn belə bir şirkət, çox kifayət qədər yaxşı bir böyük bir şirkətdir. Necəsə oldu, təsadüfən nömrəmi orada verdim ki, okey də, yəni zəng edə bilərsiniz. Sən misal şey eləyərsən, orada qeyd eləyərsən ki, deməli təcrübədən keçirmədən hamıya tətbiq etməyin titrlə belə. Yaxşı. 15 dəfə götürüb sonra. Hər cümə mənə zəng gəlir. O da necə olur? Mən orada gedəndə bazar günü getmişəm. O sözü işlətmişəm. Deyiblər ki, həftə içi bizim kampaniyamız olacaq. Demişəm ki, həftə içi mən gələ bilməyəcəm. Və hər cümə günü mənə zəng gəlir ki, bazar günü gəlirsiniz, kampaniyamız var, gəlib baxa bilərsiniz məhsullara yerindəcə. Hər cümə mən o zəngi açıram, bilirəm artıq. Çox məmnun, rahat bir şey. Şəbnəm xanım, bəli, tanıdım sizi. Bu şəkildə. Amma bezdirici deyil, çox maraqlıdır ki, yəni mənə cümə günləri artıq gözləyirəm. Zəng gəlməyəndə belə özüm darıxıram ki, nə oldu? Zəng gəlmədi, kampaniya yoxdur. Çox məsələn bu səliqəli davranışdır. Mənə görə səliqəlidir. O satıcı deməli peşəkar satıcıdır. Yəni o artıq kommunikasiya qaydalarını bilir, sizlə danışmaq qaydasını bilir və s. Yəni toxunuşu prioritetləşdirə bilir, nəyi birinci eləmək lazımdır sonra. Amma elə ki, kimsə məsələn sığorta şirkətindən falan deyirəm ki, ayrısından işləyirəm, mən deyirəm fərqi nədir bundan işləyində? Yəni bu tərzdə belə yanaşmalar var. Yəni ona görə də yəni marketinq böyük bir kompleks yanaşmadır. Burada mütləq yəni hər tərəfdən tətbiq olunmalıdır. Təlimlər olsun, o skriptlər olsun, yəni bunlar məsələn marka dəyəri qalxdıqca o yolculuq, o touch point-lərin sayı azalır. Mən bir dənə də sual verib. Sizin sualınız yoxsa mən sonuncu sual. Mən nə sual verim? Mən qalmışam, sual dalıcı. Oturmuşam misalla söhbət eləmədim. Niyə ki mən? Verin zaravat. Azərbaycanda araşdırma şirkətlərinin hal-hazırdakı vəziyyəti, inkişafı, çatışmazlıqları nə yerdədir?
Yaxşı sualdır. Məncə inkişaf edirik hamımız. Çünki rəqabət böyüyübdür bazarda, şirkətlər artıbdır. Texnologiyalar dəyişib artıq. İndi daha çox biz sahəvi üzrə ekspertlər cəlb eləyirik və son trendləri də məsəl üçün elə bizim şirkət biz daha çox konsaltinq şirkəti ilə bir yerdə kompleks işlər təklif etməyə yönəlirik. Çünki bazar artıq dəyişibdir. Artıq bir çox şirkət tək data istəmir. Yəni datanı izahını da istəyirlər. Məsələn, araşdırma şirkətinin işi o datanı izah etmək deyil. Bazarı göstərməkdir, durumu göstərmək. Ondan sonra artıq konsaltinq şirkətləri var, growth şirkətləri var ki, bunlar strategiya yazmalıdırlar. Bəli. Amma o strategiya da mütləq izlənməlidir. Yəni həmin o konsultantlar mütləq şirkət daxili izlənməlidir. Çünki o qədər кейslər olub ki, cəlb olunubdu əvvəllər, məsəl üçün təcrübəmizdə olubdu. Konsaltinqi eləyiblər, hər şey ideal yazıblar. Yəni strategiya kitaba düşəcək bir strategiyadır. Yəni çox ideal yazılmışdı. Amma içəridəki komandada şəxslər dəyişib. Yəni client side, müştəri tərəfdə. Gətirib o strategiyanı düzgün tətbiq etməyiblər və uğursuz olubdu. Ondan sonra artıq o datanı düzgün istifadə etmədikləri üçün o strategiyanın bir əhəmiyyəti qalmır orada. Yəni ona görə o üçüncü şəxs var ki, orada o konsultant ki, o işləri təklif eləyir və strategiyanı yazır. O mütləq monitor eləməlidir, yəni track eləməlidir o prosesi ki, hər şey düzgün gedir yoxsa yox. Əks halda oradan o biraz sağa gedən kimi təzədən yeni araşdırma lazımdır ora. Çünki hər istiqamət araşdırılan istiqamət o ancaq oranı göstərir də. Yəni araşdırma adətən qoyulan məqsədlərə cavab verir. Bazarda olan durum odur ki, şirkətlər daha çox araşdırma istəməyə başlayıb. Başa düşüblər ki, artıq dataya ehtiyac var, məlumatlara ehtiyac var. Biz bunu görürük. Məsələn, ayda 35 layihə eləyirik biz. Bu 2020-ci ildə bəlkə də mümkün deyil idi. Ya 15-ci ildə bütün bazar cəmi 30 dənə layihə eləyirdi, yəni bütün şirkətlər. Maşallah, şükür. İndi bu o deməkdir ki, bazarı tələbat artıbdır. Yəni artıq yeni gələn generasiyadır, yeni gələn kadrlar daha peşəkardırlar. Yəni nə baxımdan peşəkardırlar? Daha data ilə işləmək daha meyllidirlər, daha decision, o həmin o qərarı rəqəmə uyğun verməyə çalışırlar. Analitik vermək istəyirlər. Bəli. Yəni daha peşəkar nəticə əldə etmək istəyirlər. Çünki yeni gələn generasiya misal üçün bunlar oyun sevənlərdir. Yəni bunlar tamamilə rəqəmsal bir generasiyadır. İndiki 5 yaşlı uşağa siz Kinderi göstərsəz bəlkə də almayacaq onu. Onu girib YouTube-da baxacaq ki, görüm hansı bloger onu göstəribdi. Ondan sonra qərar verəcək onu almağa. Doğrudan elə də. Yəni valideynin onu Kinder göstərməyi artıq o Kinder onu cəlb eləmir. O baxacaq ki, hansısa bir məşhur bir bloger onu göstərir. Bəli, onu görüb eləyir. O onu göstərməyib, məsəl üçün Ozmonu göstərəcək. O gəlib Ozmonu seçəcək orada. Və artıq özləri qərar verməyə başlayıblar indiki uşaqlar. Yəni bu tamamilə başqa bir seqment, tamam başqa bir hədəf kütləsidir. Ona görə də mütləq davamlı olaraq bu araşdırmalar aparılmalıdır. Gələcək prioritetlərdən dediyimiz kimi onlayn seqmentdir. Yəni bu onlayn sorğulardır, panellərdir, bunların qurulmasıdır. İnşallah ki, o istiqamətdə gedirik. Bir dənə də son sual verdim, amma indi siz dediniz gələcəkdəki onlayna bağlı ağlıma belə bir şey gəldi. Bakı ərazisi ilə bölgələrin sorğularındakı fərq çox fərq eləyir. Məsələn, hətta zonalar bəli, çox fərqlidir. Məsələn, zonalara belə çox fərq eləyir. Siz gedəsiniz Quba, Qusar zonasında nə desə onu deyəcəklər, yəni konkret. Evində TV yoxdur, deyəcək TV-m yoxdur. Gedəsiniz Lənkəran zonasında 3-4 dəfə o cavab alacaqsınız. Gəncədə gedəcəksiniz, yəni Gəncə Qazax zonasında tamamilə başqa cavab alacaqsınız. Yoxdursa da deyəcək ki, bu gün almışam, axşam gələcək. Yəni regionların o davranışları çox fərqlidir. Və bunu da biz görürük nəticələrdən. Bu mentalitetlə bağlıdır, oradakı durumla bağlıdır, gəlir səviyyəsi ilə bağlıdır. Məsəl üçün elə regionlar var ki, orada kənd təsərrüfatıdır ancaq gəlir mənbəyi. Məsələn, Gəncə Qazax zonasında fabrikalar da var, sexlər də var, filiallar var, marketlərin, şəbəkələrin, bankların və s. Orada gəlir daha yüksəkdir misal üçün. Yəni bunlar dəyişir. Sosial-ekonomik statusda yəni direkt olaraq əlaqəli bir situasiyadır. Və verilən cavablar da tamamilə fərqlidir. Məsələn, Bakıda 3 milyon yarımdan çox əhali yaşayırdı. Tamamilə başqa durumdur. Yəni bunu biz heç müqayisə eləyə bilmirik də regionlarla. Mən birdən oradan çıxarış eləyim. Bu da ən çox edilən səhvlərdən də yadıma düşdü.
Məsələn, müəllimin qeyd elədiyi sosial-ekonomik status məsələsi. Bəzən bir çox hallardan bilməyərəkdən belə deyək, məsələn, şirkətlər özləri sadəcə anketi keçirdəndə götürür orada fikirləşir ki, misal üçün mən hamı soruşur yaşı, cinsi falanı, nə bilim, nə, mən də soruşmalıyam da, çünki mən də anket hazırlamışam. Uzağa bunu bir təsviri bir hala gətirəcəm, baxacam bu statistika, amma o statistikadan heç bir nəticə zaten çıxarda bilməyəcək. Sosial-ekonomik statusla bağlı anketdə konkret 3 məsələ təsir edir buna. Occupation'dır, tutduğu vəzifə, işi, bəli, gəliri və təhsili. Bu sualların orada olma səbəbi həmin o statusu ortaya çıxartmaq üçündür. Bilmirəm bu sualı verməyim nə qədər doğru olar, amma maraqlı gəldi ki, cavabda bir var davranış, artıq əvvəlcədən formalaşmış bir davranış var. Bir var dediyiniz o status, gəlirlilik ona təsir edir və yaxud da təhsil sistemində tutaq ki, onun təhsilli olub olmaması da bunların arasında sorğu keçirdəndə bilmirəm, sualımı toparlaya bilmirəm. Əslində fikrimdə bir sual var, amma tam olaraq onu deyə bilmirəm ki, yəni ən çox hansı çətindir? Məsələn, davranışı fərqli olanlardan cavab almaq çətindir, yoxsa çünki bir adətən nə var da, tutaq ki, bir insan demir də mənim evimdə televizor yoxdur da, deyir ki, niyə deyim ki, yoxdur da, deyəcəm ki, var. Ən yaxşısı var. Nə olsun, kim bilir ki, mən nəyə baxıram, məsəl üçün. Və yaxud da bir gəlir, deyir ki, yoxdur da, yəni bununla da razılaşmış olur. Bu mənə maraqlıdır ki, ən çətin hansı dəyişməkdirmi deyim, hansından cavab almaqdırmı deyim. Hələ fikrimi toparlayamadım amma. Burada seçmə deyilən bir metod var. Bunu seçməklə eləyirik biz. Biz davranışı önəm götürmürük. Yəni onun lifestyle-ı, onun hərəkətləri bizə o qədər maraqlı deyil. Aha. Bizə statistik sabah ölçüm etmək üçün, misal üçün deyək ki, 18 yaşlı gənclər nə düşünür, nə yeyir, nə içir, nə edir. Bunu etmək üçün biz parametrlər var ki, həmin o demoqrafik göstəricilər. Biz bunlara əsasən insanları tapırıq. Yəni misal üçün də Bakıda sorğu aparmaq üçün 3 milyon yarım əhali ilə, deyək ki, 3.5 xəta faizi ilə 387 nəfər yetərlidir. Yəni 387 nəfər o 3 milyon yarım əhalisini onu təmsil eləyəcək. Deməli, amma o 387 nəfər hamıya biz gedib yaxınlaşa bilmərik. Gedib Targovda sorğu apara bilmərik. Biz mütləq Bakının rayonlarını götürməliyik, onu bölməliyik, faizlərini balanslı, reprezentativ etməliyik ki, bütün Bakını təmsil eləyək. Ondan başqa baxırıq ki, 18-25 yaşlı Bakıda nə qədər adam yaşayır. Onların faizini çıxarırıq, 26-35 faizini çıxarırıq. Bu bizim əsas göstəricilərimiz olur ki, filtr deyək də, filtr suallarımız olur ki, o adamı axtaranda ki, sualları kimə verəcəyik və əlbəttə ki, araşdırma məqsədinə asılı olaraq, misal üçün, biz əgər TV user axtarırıqsa, deməli, soruşacaq, TV-yə baxırsınız yoxsa yox, hansı tezlikdə baxırsınız, niyə baxırsınız? Bu filtr suallarımızdır. Amma o demoqrafik göstəricilər bizim əlimizdə, belə deyim də, bir istiqamətdir ki, sırf o adamı axtaraq. Onda da suallar yaranmır. Misal üçün, həmin o TV evdə yoxdur və ya o sualı düzgün verəndə ki, misal üçün, evinizdə TV var yoxsa yox, 2 seçim verdim burada. Amma desən, evinizdə TV var, siz nə cavabı verəcəksiniz? Var deyəcəksiniz avtomatik olaraq. Mən yönəltdim sizi çünki. Amma mən sizə seçim verəndə ki, ya var, ya da yoxdur, ikisindən biridir. Bu qədər asandır, yəni yönəltmək? Əlbəttə. Yönəltmək çox asandır. Özür bəzən də bilməyərəkdən Bilməyərəkdən olur belə. Məsələn də gəlib siz sual versəz ki, hansı fast food markasını tanıyırsınız? Bu ümumi sualdır. Amma desəm ki, McDonald's yoxsa KFC-ni tanıyırsınız? Elə birincidən avtomobil demişəm, mən kömək etmişəm sizə. Aydındır. Çox sağ olun, çox təşəkkür edirəm. Mən dedim vaxtımız qutaracaq, suallar verməyəcəm, amma digər qonaqlar gələnə qədər tez həll eləmiş oldum, suallar da vermiş oldum. Çox təşəkkür edirəm. Çox maraqlı söhbət idi. Mənim üçün də müəyyən qeydlər apardım özüm üçün, gedib araşdıracağam. Çox maraqlı idi həqiqətən də. Və o siz dediniz şirkətlərin sayı artır. Məncə şirkətlərin sayı artımır. Aydınlananlar, fərqində olanların sayı artır. Çünki şirkət sayı zaten çoxdur, onsuz da çoxdur, amma bunun fərqində olanlar ki, data bizə nələr verəcək, necə inkişaf etdirəcək, o artıq yaxşı biz. Əlavə nədir? İqtisadiyyatımız inkişaf edir. Yəni iqtisadiyyatımız artır. İndi inşallah Qarabağ regionumuz aktivləşəcək. Yəni bunlar hamısı təsir eləyir bazarda olan oyunçuların sayı artmağı təsir edəcək. Çox sağ olun. Çox təşəkkür edirəm Kənan bəy, minnətdaram.
Bəli, bu gün də daha bir maraqlı söhbətin sonuna çatdıq. Çox maraqlı bir söhbət idi. Əminəm ki, ən çox da bunu tələbələrimizə göndərəcəm. Anket sorğuları ilə bağlı olan dərslərdən sonra, Anar müəllimin dərslərindən sonra mütləq göndərəcəm ki, baxsınlar, biraz daha aydınlansınlar, biraz daha tutsunlar söhbəti tam olaraq necə bir sorğu hazırlamaq lazımdır, yönləndirmə olmasın deyə, necə bir doğru şəkildə olacaq. Çox maraqlı bir dərslik oldu həm də eyni zamanda. Çox sağ olun. Biz də növbəti buraxılışda yenidən eşidilərik. Bizimlə qalın. Bizim bugünkü tərəfdaşımız yenə də hər zamanki kimi Digibum agentliyidir. Onlara da sizin SMM xidmətləri ilə bağlı müraciət edə bilərsiniz. Çox kreativ həllər verəcəklər sizə. Agentlikdə Sənanə xanım və komandasına təşəkkürlər. Yəni bir dənə düşünün ki, xanımlar olan komandada necə kreativlik olmasın da, yəni başqa heç bir şey demirəm. IQ və IQ məsələsi. Bilənlər bildi. Media Fabrikada təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.